Mənə zəng edib dedilər ki, istefa ver. Mən özüm yığmadan getməmişəm. Bunu İdman TV-nin Sportkast verilişində qonaq olan Zirə komandasının baş məşqçisi Rəşad Sadıqov deyib. O 2018-ci ildə Azərbaycan U21 yığmasından ayrılmasından danışıb. Onlardan bunun səbəbini soruşdum, çünki cəmi 20 gün qabaq oturub danışmışdıq. Qarşıma hədəflər qoyulmuşdu, qrupda ikinci yeri tutmaq istəyirdik. Amma sonra bu cür oldu və səbəbi bilinmədi. Onsuz da orada qalmayacaqdım, çünki istənilməyən yerdə qalmaq fikrim yox idi. Sadəcə maraqlı idi ki, niyə istifamı istəyirlər? Səbəblərini soruşanda isə tutarsız şeylər dedilər, müxtəlif söhbətlər oldu. Yəni, dediyim kimi, mən özüm ayrılmadım. Ümumiyyətlə, həmin vaxt çox şey etmək olardı. Millidə yaxşı heyət var idi. Amma biz getdik, həmin futbolçular itib batdı. Yalnız Qurban Qurbanovun rəhbərliyi altında oynayan Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı inkişaf edə bildi. Qalanları isə yoxa çıxdı. Ən azı 7-8 il itirdik.